Herkese selam. Sabahlarınız aydın olsun. Gününüz xoş geçsin inşallah. Biz də durmuşuq, uşaqlar yatıb, böyüklər durub. Zuzini bura ustanın ayağına qoymuşam ki, buradan hava alsın biraz. Axşamdan yatıb da o da. Oyanmışıq. İndi günün işləri başlayacaq. Həmişə kimi bütün evlərdə elədir də yəni. Səhər oyandım və salam işlər başlayır. Böyle birazdan düşüb həyəti falan gülləri çəkərəm, qəşəng gülləri var qaynanamın. Belə hava o qədər soyuqdur, yağışlar yağır. Burada Bakı ilə bura tamam fərqlidir. Ora başqa iqlim, bura başqa iqlim. Qızıma baxın, qızıma. Oradan cücələrə falan baxır. Aa, Suzi. Suziş. Canım. Belə. Səhər tez şirniyyat hazırlamaq istədim. Belə maclı, meyvəli pirog hazırladım. Şaftalı və ərik düzdüm üzərinə. İndi gedəcək sobaya, pişsin, görək necə alınır. Evdə olan, tamamilə evdə olan ərzaqlarla hazırladıq. İnşallah ki, dadı da yaxşı olar. Bu da son. Piroqumuz pişdi. Baxın, nə gözəl alındı. Bizə nuş olsun. Evdəki ərzaqlarla qatdıq, bişirdik. Çox asan və boldur. Qaynanam gilin listi də böyük listi. Bir xeyli vaxtda çıxır. Belə qəşəng meyvələr də bişib, umacı da bişib hamısı. Belə indi doğruyum. Uşaqlar gözləyir o tərəfdə. Çəkilişin o birisi başında uşaqlar gözləyir. Verim onlara. Baxın, mən sizə nəyi göstərim. Burada oturmuşuq, kuxnada çay içirik. Ağacda dələni görürsünüz. Baxın, tut yiyir. Mama deyir ki, bizim dələmizdir. Mama deyir ki, bizim dələmizdir. Düşdü, getdi. Biz hazırlaşmışıq, gedirik. Qonaq gedirik. Bugün çox çəkiliş eləyə bilməmişəm. Başım çox qarşı olub. Biraz alça tutması istəyirik. Qaydandan sonra tutacağım. Sizə də göstərərəm. Belə gedirik gəzintiyə. Qaynanamın bacısı gilə. Yazman bununla keçir galiba. Maçda birinci binədə nə eləmək lazım? Maçda binən kimi kəməri takmaq lazımdır. Sloy çəkmədən, sloy desəklər də, podluysan. Skor çəkələndən sonra sloy çəkmək lazımdır. Və nə eləmək lazımdır? O da bir dəfə öyrədərsən də. Özü çətdir. O bir dəfə ilə alınmır. İndi Daimi öyrədir. hə. Badi. Sırayla. Gel. Ha, biri horoz qabağa aparır, valla balıyla gedir. Badi, biri horoz içmərə. Nə qəşəng tərtəmizlər, suya girib çimirlər. Badi. Aha, girirlər. Aha, qoy sizə göstərir. Ay. Girin, suya girin, can. Valla mənə yanıma gəlir. Su ilə keçib gedirlər. Hər şeyə həvəsim var da, hər. Badi. Badi deyirsən? Hə. Badi. Hayır, badi deme, hayır. Bak. Ne bileyim. Olsa bana koy ver, koşuma geleyim ben ne haber. Gidip ediyorum, ağzına telefon. Badi. Bunlara baxın qızlar. Yoldaşımın xalasının ördəkləridir. Nə gözəl. Bura girdilər suya, dedim sizin üçün çəkir. Buna bax. Badi. Yan baxırlar insana. Ona bax, o üşüdü.
Nə qədər. Bunların tükləri islanmır da, bilirsiniz yəqin ki. Tükləri çox islanmır. Elə deyirlər. Nə qəşəngdirlər. Badi. Bura bağlarıdır, ora dirikləridir. Nə bilim belə kənd yerində gəzməyə gəlmişik. Şimdi birazdan gedəcəyik evə. Gəldik evə, biraz əynimizi falan dəyişdik. İndi isə başlamışam alçaları bankaya yığmağa. Bunu yoldaşım almışdı, qəşəng böyük alçadır. Necə deyim, böyük alçadır, amma qıraqlarında bir neçəsində zədə var idi. Onları bıçaqla kəsmişəm. Görək inşallah ki, yaxşı alınar. Bilmirəm, vaxtı keçib, yoxsa alınacaq, alınmayacaq. Amma əsl tutmalıq formada olan alçadır da, möhkəm, xırt-xırt, sulu, iri, göycə sortudur, səhv eləmirəmsə. Alçalarım hazır oldu. Deməli, yığdıq bankalara. Belə bir dənə 2 kiloluq oldu. Qalanlar da belə balaca banka. İnşallah xeyirlisi ilə tutacaq. Görək necə alınır. Yaxşı tutar. Xeyirli olar. İnşallah ki. Belə, indi duzunu, pesokunu tökəcək. Qaynar su, zakatqalayacaq, yəni bağlayacaq ağzın. Bir də yarım çay qaşığından bir damcı az uksus tökəcək və salam ədyala bastıracaq. Mən yəni töyük, qaytar və yaxud da suda qaynat eləmirəm. O üsulla eləyirəm. İllərdə də elə eləmişik. Yəni heç nə olmur. Bu ildə inşallah ki heç nə olmaz. Az da olsa dadına baxarıq qışda. Hərəsinə bir çay qaşığı da pesok tökdüm. Tam dolu olmayan da, belə balaca qaşıqla tam dolu olmayan. Bir qaşıq da duz tökəkmi? Bir qaşıq da. Hə, tök. Kaynanan bir qaşıq da tuz töksün. Amma çoxdur. Yekiyə tök, yekiyə. Hə, bir damcı da tök. Qoy işit olsun. Aysa. Bunlara çox doldurma istəyirsən. Bir qaşıq olsun, amma dolu olmasın. Bunlar qalıb. İndi bunlar 3 dənə qalıb. Bu. Ha, bir də bu. Buna tökmüsən. Bir də bu. Teşekkür anneciğim. Qoy suyumuz qaynasın. Qapaqları da stolun üstünə gətir Fidan. İsti suya qoyaq qapaqları sonra. Böyle qapaqları qaynar suya qoydum. İndi ya Allah, bismillah, bismillah. Allah bizi utandırmasın. Yaxşı çıxsın. Bismillah. Yaxşı çıxsın inşallah. Bismillah. İnşallah da ki yaxşı olacaq. Hə? Qaşın içində bəs eləyər. Ağzına demişdim. Bundan götürün, buna qoyum. Deyil. Bax. 3 dənəsini. Hə, bəs olar. Aha, biri getdi. Hə, bəs olar, hə, ona tök. Bunu da doldurmuşam. 4'ünü doldurmuşam. Hə, ona tök. Bir də buna. Çok oldu. Yox, bəs də. İndi sıxıb bağlayaq. Bunları belə bağladım, ağza aşağı qoyduq. İndi bunları bükəcəm ədyala. Qaldı bunlar. 4, bir dənə də böyük. Onları da eləyək. Ondan sonra vəssalam. Bu işimiz də bitsin. Qış hazırlıqlarına start verdim qızlar Qəbələdə. Evdə heç nə eləməmişdim. Bankaya bir dənə meyvə belə atmamışdım da. İnşallah ki yaxşı olar. Tək ki sağlıq, salamatçılıq olsun. Yenə bunu qoyum. Hə.
İnşallah ürəyimiz istəyənlərə Allah nəsib etsin tutmağı, kompot hazırlamağı, mürəbbə bişirməyi xeyirlisi ilə. Xoş günlərdə açıb yeməyi Allah qismət eləsin. Bişirdiklərimizin belə yoldaşım alıb qapaqları. Deyirəm, nə olardı hamısını alça və yaxud da yəni şey alardım da belə meyvəli. Eləsi var pomidor xiyardı, biri kartofdur şəkilləri. Mən həmişə diqqət edirəm meyvələrə, tərəvəzlərə tərəvəzdir, nə bilim meyvəli olanlara meyvəli, kompota falan da elə qoyuram. Biraz çaydanımı qoydum, yenidən qaynasın. Bunlara da töküm, bunları bük. Çox yoxdur, az 5-6 dənə qab var idi. Dedim onları qoyuyorum. Qalıb atmasın. Ya bunlar da bitti indi. Yığıram yerinə. Bir şey olmasın. Çay stəkanları bundan silirəm. Boşqablarınki ayrıdır. Silməyəm. Yerinə. Qalıb artmasın. İndi stəkanlar gəldi. Bunu qoyum. Başlayaq siləyim. Siz də yazın, görün, sizlər nə edirsiniz, nə var, nə yox. Oy, rayona gedənləriniz varmı? Yoxsa elə Bakıdasınız? Hər birinizin rəyləri mənim üçün çox dəyərlidir. Hamısını oxuyuram. Qaynanam da oxuyur. Belə. İzlədiyiniz üçün bizi çox təşəkkür edirəm. Çox sağ olun. Mürəbbə qablarımızı da yumuşuq. İndi təzə mürəbbə tökəcəm. Yerinə qoyacağım yenə də. Qaynanam tökür.
Bu belə. Qaşıqlarda bunu düşünürəm. Hamısını yığdım. Qətdanlar qaldı. Qətdanlar burada yığılır şkafa. İndi bunlar da yığılır. Şkafa yığılır. Bu da böyle. Qətdanları da yığdıq. Buna baxın hələ siz. Dıngırı çaniyinə baxın qaynanamın. Bu aş falan bişirəndə yağ verir. Süfrəyə bunun içində. Qəşəng məndə də var. Göstərərəm sizə. Dıngılıdır da dıngılı. Çox qəşəngdir, çox. Belə bunları da yığdıq. Yerinə təmiz oldu moykamızda. Gülünə baxın hələ siz. Sonra görək nə edirik, nə iş görürük.